Hə, dostlar, davam eləyək. Deməli, nə deyirdim? O insan zaman səyyahında dedim də, yəni ki, o ali ədəbiyyatda e, insan tipində o çalar var da, realistik çalarlar var. Məsələn üçün bayaq dedim o desə kibriti yandırarsan, nəm olur kibrit. Desə ki, bu yanmadı, ya sındı. Elə bil ki, o halları verib də. Yəni fantastikanın içərisindəki insan mövcudluğunun realizmi, belə deyə bilərəm də buna. O realizmini tərzində verib. Yəni sən onu oxuyarsan ki, ha, doğrudan da belə şey ola bilər. Fantastika da olsa doğrudan da belə şey ola bilər. Amma məsələn biz Supermanə baxarıq, Superman ola bilməz də. Mümkünsüz bir şeydir. Amma insan mövcudluğuna uyğun deyil. Ona görə biz ona məsələn baxırıq, əylənirik, kef eləyirik. Bəli, dəyəri yüksəkdir, onun da dəyəri yüksəkdir. Amma çünki insanın yüngülləşməyə ehtiyacı var. Yəni o olmasa o həyat çətin olar onun üçün. Amma bu ədəbiyyatda isə belə deyil. Yəni o çalarlar realistik verilir. Məsələn üçün orada nə var? O zaman sayağından bəzi məqamları xatırlayın dostlar. Orada o gələcəkdə marlıqlarla dava eləyəndə mən düşür yerin altına ki, görüm kimdir, nədir, kimdirlər bunlar. Yəni bunlar burada necə məxluq yaşayırlar. Orada məqamlar var, məsələn üçün onlar onu belə tuturlar da belə parçalamaq istəyirlər də onu, zaman sayağı marlıqlar. O məsələn orada belə bir sözdür, bura bax. Təqribən bu cür, mövzu bu cürdür. Qorxudan ürəyim ağzıma yanırdı. Qorxudan ürəyim ağzıma yanırdı. Yəni Superman'in qorxudan ürəyi ağzına yanmır. Superman var, biz baxırıq sən pop filmlərdə. Superman həmişə Superman'dir. Superman həmişə mübarizə aparır, düzdür? Superman heç nədən qorxmur, məsəl üçün də. İstərəm, örnək verirəm də, indi də, yəni qorxmur da. Amma insan axı, insanın qorxusu var. İnsanda qorxu var beynində. Yəni orada necə verib? Yəni onlarla savaşır, cəsur olur, savaşır, onların üstünə gedir, amma ilkin başlanğıcda sən bir dənə belə yerə düşmüsən ki, yerin altına düşmüsən, nədir burada görəsən? Bura necə yerdir? Doğrudan insan belə hiss eləməzmi? Onlar ona toxunurlar belə. Bunlar kimdir? Nədir? Deyir, qorxudan ürəyim ağzıma yanardı. sonra orada məsələn bir yer var. Elə bil ki, o meşədə, mən atmosferə çatdıram da sizə. Meşədə, elə bil ki, belə, meşədədir, o dava olur da, yanğın çıxır falan. Orada məsələn bir məqam var da. Mən deyirəm ki, yəni o realistikliyi necə verib də. Yəni biri var, sən insan yaradırsan, tamam, qəhrəman insan yaradırsan, onda insanı çalarlar verirsən orada. Bilirsən ki, belə bir insan ola bilər. Yəni o sənin qavrama, qiymətləndirmə mexanizmi çaşdırmır. Məsələn, bu cür kitablar çaşdırmırlar sənin zehnini. Sənə doğru təsəvvür verirlər. Hər nə qədər o ədəbiyyat şəklində olsa. Məsələn, film var ki, sən o filmə baxsan, səndə yanlış təsəvvürlər verə bilər. Amma yox, belə ədəbiyyatda belə şey yoxdur. O sənə ali ədəbiyyat olduğu üçün doğru təsəvvür verir. Məsələn, orada belə bir yer var. Məsələn, o zaman sayığı orada azlıq çəkir. Çünki, bəli, sən gələcəkdə azlıq çəkəcəksən. Çünki bədənin içərisindəsən, bədənə həbs olunsan. İrada dünyasının, metafizik irada dünyasının təzahürüsən. Orada da azlıq çəkir, məsələn, ac olur. Sonra orada məsələn onun qarabasma, yorulur. O təzəvvür düşüb bir dənə belə yerə yanğın, qəribə məxluq qaçırlar o tərəf bu tərəfə, belə dəhşətli məxluqlar da belə bir cür məxluqlar. Bir yandan qorxulu, bir yandan ikrah doğurucu ona gəlirlər o marloqlar. Bir yandan qorxulu gəlir, bir yandan ikrah doğurucu, bir yandan zəif gəlirlər ona belə. Elə bir ki, yanğın çıxıb, savaş oldu bunların aralarında. Belə tənha bir dənə alimdir, düşüb gələcəyə də. Sevdiği kız orada kızdı da indi o Vena. O da indi o da artık ölüm təhlükəsindən üz-üzə. O belə ki bunu qarabasma kimi görür də. Yəni necə məsələn sən belə dəhşətli hadisə yaşayarsan, reallıqda yaşayarsan, dəhşətli hadisə sənə qarabasma kimi gələr, yuxu kimi gələr. O halı verib. Sonra o belə yorğunluqdan məsələn belə özündən gedir. Məsələn bir dəfə uzanır özündən gedir. Doğrudan da realistik xüsusiyyətlər də var. Yəni o bayağı bir super qəhrəman deyil də. İnsan nə qədər belə qəhrəman olarsa da bir yerdə, necə belə nə qədər ola bilərsə o dərəcədədir. Bildiniz necə? Onu çox dəqiq ləzzətli verib də. Sonra necə olur orada? Nədir? Qarabasma dedim mi? Qarabasma belə basır. Nə bilim, bir dəfəlik gedir. İndi düşünür ki, məsələn üçün marloqlar buna ziyan verə bilərlər də, vurub bunu yeyə bilərlərmi, parçalaya bilərlərmi, ya nəsə. Bir dəfəlik belə eləyir orada.
Bir yeri var deyir ki, yox yuxum gəldi mənim. Uzanır elə yatır. Yəni düşünmür ki, məsələn marlıqlar gəlib bunu yeyə bilərlər ha. Gündüz də, gündüz bir balaca görür ki, mən təhlükəsizliyə düşmüşəm. O marlıqlar gecə gələ bilərlər də. İndi yəqin ki, gəlməzlər. O gələ bilərlər, amma indi o haldır da, o incə məqamı verir də. Yəni o insanda belə hal ola bilər də, yuxusana elə gələr ki, yuxusuzluq dəhşətlidir axı. Doğrudan da belə deyə bilərsən də, cəhənnəm olsun marlıq. Uzanıb biraz yatıb deyə bilərsən. Orada o belə uzanır, belə bir dəfə özündən gedir. Oyanır, görür ya, hər şey qaydasında gəlmir belə. Belə sakitçilik. Yəni o qədər belə qəşəng onları verib ki, o incə şeyləri verib ki, orada. Yəni sən bilirsən ki, realistik də bu adam realistik. Burada da belədir Nunez. Yəni Nunezin halı da belədir. Qəhrəman olmaq istəyir. Görür, yox, bunlara güc gəlmir. Yəni şərait onların burada uzun illər onlar təcrübə toplayıblar. Onlar təcrübə toplayırlar, onlar bilirlər çox şeyləri, yəni nə olsun, kördülər, görmürlər. Yox da, ayaq səslərindən belə eşidirlər də. Hardan hara qaçdım, hardan hara qaçdım. Nəsə ki, bunlar, yəni deməsi ki, Nunez də belədir. Nunezin də vəziyyəti belədir. Yəni o realistik çağrılar içərisində veribdi onu. Sonra mesela gör bir de orada bir ince detay var dostlar. O da nədir? Nunez deyir ki, qışqırırlar bunlar. Ürəyim istəyirsə hara istəyir oraya gedərəm. Sizə nə gəlib sizə? Mən görürəm, baxıram, canım nə istəyirsə onu eləyərəm belə deyir. Sonra deyir ki, bura bax. Və bir dənə də belə istəyir ki, qərarlı gəlsin səsi. O da gör məqamı necə verib. Vay vay vay. Çox incə məqamı. Gör nə deyir. Deyir ki, indi o korlar bunun üstünə gəlirlər axı da. Biri oradan, biri buradan yavaş-yavaş da. Yəni görmürlər bu hardadır, amma yenə gəlirlər bunu tapmağa. O məqamı verib də. Bu da deyir ki, bax, görür ki, yox da ben vadinin içindəyəm. Bunlar hara qaçacağam diyor. Bunlar nə hara qaçacağam. Gör nə deyir. Artıq o çarəsiz qalır. Nunez deyir ki, bax, siz anlamırsınız mənə. Bax, bu çox ləzzətli sözdür. Siz korsuz, mən sizə görə bilirəm. Məni rahat buraxın. Siz korsuz, mən sizə görə bilirəm. Məni rahat buraxın. Bu çox incə detaldır. Onlar belə deyirlər, baba. Buna da sən tez elə. Sən belə at yerə, yəni buna deyirlər korlar. Yəni kürəyi at yerə belə. Tez elə çıx çəmənlikdən bu tarafa. Gəl yanımıza. Gəl bura görək nə deyirsən. Nə deyirsən? Gör nə deyir baba. O elə bil ki, o buna belə deyirlər, buna o deyirlər belə ya, o zorakılığı hiss eləyir, zorakılığı. Çox qəzəblənir Nunez, qəzəblənir, hıçqıra-hıçqıra belə deyir. Bax deyir, canınızı yakaram deyir, canınızı vallahi billahi yakaram, rahat bırakın məni. Elə ürəyə gəlmir axı vurmağa, korları vurmağa ürəyə gəlmir. Nunez də insaniyyət var da. Artıq görür ki, bunlar bunu necə belə şəxsiyyətin sındırmaq istəyirlər də. O korlar necə bunu belə sıxışdırırlar zorakılıq. Deyir, valla billah deyir, sizi bu kürəyə yəni elə vuraram ki, canınız ağrıyar da, canınız ağrıyar. Hıçqıra-hıçqıra, yəni çarəsiz qalıb, bilmir neynəsin. O ağlama şəklindədir də, valla vuracağım sizi, valla vuracağım sizi. Onu çox qəşəng verir də dostlar. Fəqət qaçır da, qaçır. Yəni deyir ki, amma ürəyi gəlmir də vurmağa. Yəni o belə insanlara vurmağa ürəyi gəlmir. Baxırsan, onlar necə bunu belə sıxışdırırlar. O belə bilsən necə yumşaq şəkildə zorakılıq göstərdilər bu necə. Yumşaq formalarda, belə o pambıqla baş kəsmə deyirlər. Yumşaq şəkillərdə, belə sezilmə şəkillərdə. Nunez isə buna dözə bilmir də. Yəni belə münasibətə dözə bilmir. O istəyir ki, məsələn mən görürəm, tamam, dolğunam. Bax indi başqa cüzə artıq variantım qalmır da, bu kürəklə sizi vuracaq. Yenə də ürəyi gəlmir vurmağa. yəni nəsə ki, bunu itaət elətdirirlər axırda dostlar. İtaət elətdirirlər. Yox, daha yox dostlar. Gedir qırağa. Qıraqda qalır. Görür, azlığa dözə bilmirəm. Bilirsiniz necə? Yəni getdi mi qırağa bu Nunez?
Elə bil ki, bir balaca uzaqlaşır da bunlardan. Uzaqlaşır deyəcək bir dənə qıraqda qalır. Bir dənə köşədə bir yer tapır özünə. İndi nə eləməlidir? Bu ac qalac insandır axı. Neynəsin? Gör yox, aclığa dözə bilmirəm. Yəni bayağı bir super qəhrəman deyil bu. Bildiniz necə? Qəhrəman olmaq istəyir, amma insandır da, neynəsin? Ac qalır. Bunu az buraxırlar görürsən? Ya itaat edəcəksən, ya ac qalacaqsan. Baxırsan. Silahsız buraxırlar, az buraxırlar, qıraqda buraxırlar. Ya az qalacaqsan, ya itaat edəcəksən görürsən? Bir də deyir ki, nə edeyim mən? Görürsən bir dənə heyvan gördüm. Lamalar olurdu, o da lamalar. Bu Cənubi Amerikada düşürdü, o vadiyə Cənubi Amerikada. Lamalar olur da. Lam deyir, nə edeyim? Lamalarımı öldürüm, yeyeyim. Nə edeyim axı mən? Ac insan necə olar? Oy, təsəvvür elə bir dənə bunu. O sən nə edərsən sən? Nə oldu yemək istəyərsən? Baxır heyvanlara deyir, bunlar iri heyvandılar, ətli heyvandılar. Nə edeyim mən? Bunu necə yeyim? Əti görür o. Bunu öldürüm, yeyeyim mi? Necə eləyim bunu? İkinci gün gör titrəməyə başlayır aclıqdan. Titrəyir. Qorxu duymağa başlayır. Titrəyir. Deyir, yox, qayıdım, gedim bunların yanına. Və gəlir gör nə deyir, başım xarab olub. Dəli olmuşdum bunlara deyir. Təzə yaradılmışam deyir. Ağıllanır. Və deyir ki, peşman olmuşam. Yaxşı, sizin dediyinizi eləyəcəyəm. Həm halsız olur, həm xəstə olur. Təsəvvür edirsiniz. Başlayır ağlamağa da, yəni ağlayır olan yanında. Ağlayır, mən səhv elədim də, yəni yaxşı, nə deyirsiz eləyərəm. Görmürəm. Siz düz deyirsiniz, mən heç nəyi görmürəm. Dünyada heç bir rəng yoxdur. Dünyada mənzərələr yoxdur. Gör nə soruşurlar bundan bura bax. Hələ də görürsən ya yox? Böyle yox deyir, görmürəm. Bu deyir, saçmalığın daniskasıydı. Yəni mənim dediyim şeylər deyir. Heç bir anlamı yoxdur görmək kəlməsinin, həm də heç. Bir şey verin yiyeyim. Oy vay. Ay dadamlar. Nəysə bunu qamçılayırlar nümunəsi. Ağıllı ol deyirlər, qamçılayırlar və ən ağır işi verirlər ona. Ən ağır işi görür. Görür ki, həyatda qalmağın da başqa yolu yoxdur, nümunəsi deyirlər, neyniyim. Quzu istədiklərini eləyir də bunlar. Və Babacıba deyir ki, deyir ki, təslimiyyəti dərinləşir də bu nümunəsin. Amma yenə də ona davamlı deyirlər ki, sən qaranlıq içindəsən, sən heç nəyi görmürsən. Davamlı buna deyirlər. Bu şey bunu qəhr eləyir də. Yəni deyir axı mən görürəm ay cəmaət. Mən görürəm axı ürəyində deyir, qəhr olur da. Yəni həqiqətdən üz çevirir də. Bilirsiniz, həqiqətdən üz çevirir. Acdır, xəstə, titrər, pis gündə qalıb da. Həyat iradəsi var, neynəsin? Yaşamalıdır, yaşamaq istəyir. Canlı yaşamaq istəyir, neynəsin? Dünyanı da görür axı. Gözəllikləri görə bilir axı. Nəysə, bunlar gəlirlər bunun yanına, bu ölkənin kimləri, düşüncə adamları falan buna adlar qoyurlar. Sən hallusinasiyon görürsən. Sən zehniyyətin belədir. Adlar qoyurlar. Həkimin yanına aparırlar. Həkim deyir ki, və burada bir dənə qızı sevir dostlar, qızı, o da kör qız olur. Başlardan birinin qızı olur. Məsələn, bu qıza belə baxır ki, qızı görə bilir axı. Qız bunun söhbətlərinə xoşu gəlir. Yəni qız bunun söhbətlərini tam olaraq tuta bilmir. O kördülər axı. Qız da kördü qasım. Amma belə bir məqam var ki, çox ən incə detallar verir. Qızın gözləri açılmağa elə bil ki, şeydir. Bilirsiniz necə? O birlər kimi döyür. Elə bil ki, biraz belə eləsə açılacaq qızın gözləri. Qızın gözləri belədir. Biraz belə eləsə açılacaq. Elə vəziyyətdədir. Yəni qız görə bilər. Görmə ehtimalı var bu mənadadır. Məsələn ki, bu qızı sevir, bu da qızı sevir, qız da bunu sevir. Nə bilim, otururlar, musiqi dinləyirlər, musiqiyə qulaq asırlar yan-yana və s. də.
Və Nunez düşünür ki, yaxşı da bu qızın mən könlünü fəth edərəmsə, yox, vadidə qala bilərəm. Yəni, burada yaşaya bilərəm, day nə edeyim? Amma nəsə Nunez bir mutluluğu bunda tapır. Sevgidə tapır bu mutluluğu. Çollar ölkəsində bir sevgidə bir şey tapa bilir də. Bu qız da. Qız da bunu çox sevir. Qız da belə zərif, sevimli bir dənə qız olur. Fəqət bunların evliliyinə qarşı çıxırlar. Niyə görə? Nəyə görə? Çünki deyirlər ki, Nunez başqa cür varlıqdır. Nunez aptaldır. Nunez insan keyfiyyətindən aşağıdadır. Nunez çox bacarıqsız biridir. Ona qız vermək olar? Yox, vermək olmaz ona qız. Ona qız vermək olmaz. Yoxsa gənc erkəklərin, kişilərin irqinin saflığı pozular. Nə danışsan belə görürlər? Atası qız gəlir atasının belə başını qoyur ki, ay ata nə olar, mən onu sevirəm də, qoy evlənim onunla. Qız deyir atasına, deyir ki, ay mənim canım, o aptaldır, axmaqdır, xəyallar aləmində yaşayır. Heç nəyi də doğru dürüst eləyə bilmir. Qızına deyir. Körlər ölkəsinin ixtiyarlarından biri də. Bu qız onun qızıdır. Adı nədir? Medina Saroti. Qəribə belə qəşəng adlar. Bu qızın atasına deyir də. Qız atasına deyir ki, nə olar, onu sevirəm də mən. Onu qəbul edin də. Nunezi qəbul edin. Ata da deyir ki, yox, nə danışsan, o axmağın biridir, o xəyal aləmdə yaşayır, boş-boş söhbətlər edir, görmək nədir, qəribə saçma sapan söhbətlər edir falan. Və deməli, axır deyir, atası da ürəyə dözmür, deyir, yaxşı, qızım ondan evlənsin, amma gərək o da kör olsun. Gərək o da kör. Nunezi də körləmək lazımdır. Nəsə həkim gəlir, bunların həkimlərindən biri. Baxır, deyir ki, bunun problemi nədədir? Bu belə boş-boş söhbətlər deyir. Bunun problemi nədədir? Həkimə deyirlər. Həkim də baxır, Nunezin belə baxır, deyir ki, bunun problemi gözlərindədir. Burada 2 dənə belə şey var. Onlar yox olmalıdır ki, bu boş-boş söhbətlər ortadan qalxsın. Yəni, bunu görməyini yoxlamaq lazımdır Nunezin. Nunez də deyir, nə danışsan? Buna əməliyyat eləyəcəyik, bunlar deyirlər. Nunezi kör eləyəcəyik. Ondan sonra biz onu qəbul eləyə bilərik. Və qız axırda ki, nə olar da, qız buna deyir Nunezə. Səndən xahiş edirəm, nə olar, sən bu əməliyyata razı ol ki, mən sənsiz dözə bilmərəm də. Sonra mən bir yeri qovuşaq. Nunez də deyir ki, Nunez də belə qalır. Aman nə edeyim də. Sonra deyir ki, bax, Nunez gör nə deyir? Deyir ki, Nunez deyir ki, qıza sual verir. Gözlərimi kaybetməmi istəməzsin, deyilmi? Yəni, istəməzsən gözlərim yox olsun da. Qız deyir ki, yox, istəmərəm. Gör nə deyir Nunez? Deyir, görmək mənim dünyamdır. Qız başa düşmür yenə söhbəti. O necə acayıb verir. Yəni, qız o duyğusunun içindədir də. Bu qıza başa salmaq istəyir. Görmək necə gözəl bir şeydir də. Sən məni çox çətin vəziyyətdə qoysan. Sən ki, məndən qovuşmaq istəyirsən, qıza deyir də. Amma sən məndən tələb eləsən ki, mən kör olum. Cərrahi əməliyyatla kör, amma görmək mənim axı dünyamdır, bu qıza deyir. Görür, heç kim başa düşmür. Bunu heç kimsə qız başa düşər də. Gör nə deyir, bax, qıza gör nə deyir. Güzel şeyler var. Küçük, güzel şeyler, çiçekler, taşların arasındaki yosunlar, bir kürkün üzerindeki ışıltı ve renk ahengi, bulutların süzüldüğü gökyüzü, gün doğumları ve yıldızlar ve sen, sırf seni görmeye değer güzel, huzurlu yüzün, narin dudakların, güzeller güzeli, canım ellerin, onlar fethetti gözlerimi. Bu gözler bağlıyor sana beni. O aptalların istediği bu gözler sana dokunmalı, seni duymalı ama bir daha asla görmemeliyim. O taş, karanlık çatının, tahayyüllerinizi zayıflatan o korkunç çatının altında yaşamalı. Hayır, bunu yapmamı istemezsin değil mi? Bir de necə? Yəni qız o gün Nunez deyir ki, bax mən səni görürəm də, yəni sənin gözəlliyini görürəm. Bu gözlərlə görürəm də. Yəni mən bunu yox olsa bu necə olar? Mən səni görmərəm axı. Görməli nə çox şey var. Ulduzlar var, çiçəklər var, işıltılar var.
Gök, səma var, buludlar süzülür orada, gün doğumu var, gün batımı var. Amma sənin əllərini görmək var, sənin dodaqlarını görmək var, üzünü görmək var, sənin çöhrəni görmək var. Sən deyirsən ki, mən bunlardan məhrum olum. Deyir ki, qız deyir belə qulaq asır buna qız, nələrsə tutmaq istəyir, tuta bilmir, kördü axı. Deyir, bilirəm, qəşəng danışırsan qız buna deyir. Amma deyir, bunlar sənin təxəyyülün məhsuludurlar. Xoşuma gəlir, ancaq belə qız belədir. Yəni ki, sənin bunlar uydurursan, o necə deyir də, sən bunları uydurursan, görmür axı, qız da görmür. Yəni, çox tərəfdən şərh oluna bilər də bu roman, çox. Yəni, görməyinin, bayaq dedim, o görən insanların şəninədir bu söhbətin adı. Yəni, dünyanı görmək necə böyük saadətdir əslində. Nə qədər rəng, belə, qurulub ki, sanki sənin üçün hətta sənin üçün elə qurulub ki, dünya, sən bunu görəsən, sən buna baxasan, sən bunun seyrinə dalasan. Bildiniz necə? Doyunca seyrinə dalasan. Bilmirdi, qız bilmir neynəsin də, hə, neynəsin də. Deyir ki, oğlan qalıb ki, Nunez belə qalıb ki, mən neyniyim, bu qızı da sevirəm. Qız da mənə deyir ki, razı ol. Mən sevim desə, qız da belə ağlaya deyir ki, nə olar razı ol, əməliyyata razı ol, kör ol. Qoy mən səndən qovuşum da, yoxsa belə mənə icazə verməyəcəklər sənə qovuşmağa. Zorakılığı görürsən. Çox tərəfdən şərh ola bilər də roman, bu əsər. Sonra qız nə deyir? Nəsə ki, bu razı olurlar. Olur da, oğlan deyir ki, yaxşı, əməliyyata girəcəyəm. O da deyir ki, orada elə bil ki, bilsin necə, məqamı necə verib. Oğlan belə düşünür, düşünə ətrafa baxır yenə. Dağlara baxır, Ant dağlarına, meşələrə baxır da, yəni uzaqdakı o yaşıllıqlara, səmaya baxır. Böyle ətrafa baxa-baxa düşünür ki, yəni mən daha bunları görməyəcəyəm. Daha bunlar, sabah əməliyyat olunacaq, bir neçə gün sonra, daha görməyəcəyəm bunları. Belə baxa-baxa düşünür, gəlir qıza deyir ki, da sabahdan görməyəcəyəm də. Qız da sevinir. Deyir, sən mənim canımın içisən də, yəni mənə görə eləyirsən də bunu. Deyir ki, canın az, bir balaca sənin canını yandıracaqlar, qız deyir. Amma sonra mənim üçün qatlaşacaqsan da bu acıya, mənim üçün qatlaşacaqsan. Mən də ömrümü, ürəyimi sənə həsr eləyəcəyəm. Sən mənim qiymətlimsən, sevgilimsən. Nunez deyir, belə baxır, çox kədərə qapılır da. O qızı belə qucaqlayır, öpür və sonra belə deyir. Belə baxır üzünə, deyir ki, yəni, xoşça qal, daha səni görməyəcəm. Xoşça qal, səni görməyəcəm. Nunez qaçır. Əməliyyat olunmur, qaçır. Deyir, nə danışsan, mən görmədən qala bilərəm, belə şey olar, nə danışsan. Çıxır. Qızdan uzaqlaşır, qaçır. Və vadini aşır. Bilirsiniz necə? Son gücünü toplayır, vadidir axı. Vadidən çıxır, qarlardan falan, o da təsviri verib də, çıxır, atlanır o biri tərəfə. Vadidən uzaqlaşır tamam. Uzaqlaşır, gör axı necə bitir dostlar. Sən də axı deyim, təsvir edəcəm. Bax, elə bir ki, bu şəkildədir. Görsünüz, bax, düşürmü buradan, ya harasa başqa bir yere, o tərəfə düşür də. Çıxır, bax, burada çıxır, daha sonra bir dəfə belə fırlanıb baxır da vadiyə. Yuxarıya çıxa qalxır, qan tər içinə düşür. Paltarları yırtılır. Bu yanları qan içində olur, ayaqları, əlləri qan içində olur. Hər yerində yara-bəra olur. Qaçıb bax, gücünü toplayıb, çıxacağam, budağı aşacağam da o tərəfə, vadini aşacağam o tərəfə. Gücünü toplayır ki, can qutarsın da buradan, Korlar ölkəsindən. Bütün bunlara rəğmən ağrıyır, bədəni ağrıyır, sızıldayır. İndi qaçıb baxır,
aşıb da, o mərhələləri aşıb, çıxdı getdi. Amma belə üzündə təbəssümdən belə uzanır yerə. Deyir, özünü quş kimi hiss eləyirdi o belə. Təsəvvür bilirsiniz. Dağa çıxmısan, dağa. Yırtılmısan, pis gündəsən, amma o bir dənə təmiz havaya çıxmısan da belə uzanmısan o belə. Bütün bədənin ağrısa da belə azadlığa qovuşmusan. İndi orada gördüklərini təsvir edeyim. Zirvələr necə parıldayırdılar, işıqlı. Hər yer necə belə aydınlıq idi, gözəlliyi ilə bəzənmişdi. Onları təsvir edeyim dostlar. Bax, keçidi koyu əsrarəngiz kölgələr qaplamışdı. Mavi mora, mor billuri bir karanlığa çalıyordu və təpədə alabildiyinə uzanan gökyüzü vardı. Bir müddət sonra bunlara aldırmaz oldu və bir zamanlar kendini kralı zannettiği köylər vadisindən güc belə kaçışına məmnunmuş kimi gülümsədi kıpırtısız qaldığı yerdə, yatdığı yerdə. Gün batımının parıltısı yerini gecəyə bıraktı. Nunez hala soğuk, berrak yıldızların altında huzur içinde uyuyordu. Nəzər verebilirsiniz. Yaxşı, Nunez öldü mü, qaldı mı? Cavabı yoxdur, bilmirik. Amma azadlığın qazanır. Başka bir variantda deyirəm Anadolu dostlar. Qızı da özü ilə götürür. Bir dənə başqa mən belə bir məlumat oxumuşdum. Bu kitabın başqa variantında Nunez qızı da özü ilə aparır. Yəni ki, bəlkə ona görməyi öyrədər, ya bəlkə ona görmək axır ki ona da necə deyirlər? Axır görməyi o da bacarar da. Yəni onun da nə bilim avantajı olar bir gün. Ona da müəssər olar. Görmək bəlkə ona da bir gün müəssər olar deyə qızı özü ilə aparır. Amma bu variantda yox. Bilirsiniz necə? Deyir ki, yəni mən necə görməksiz qalıram? O bilirsiniz, bu simvolik mənada həm də nədir? Yəni bilirsiniz necə? Azadlıq duyğusu məsələsidir. Yəni dünyada nə çox şey insanı, dünyanı, yaşadığımız bu dünyanı görməkdən məhrum buraxır. Müşahidə etməkdən, bura baxmaqdan, buradakı gözəllikləri görməkdən, onların fərqinə varmaqdan, onların dərinliyinə dalmaqdan nə çox şey insanı zorakılıqla uzaq saxlamağa çalışır. İnsan qurumlarının qurduğu o təzyiq aparatları. Amma Nunezya axır mübarizə aparır. Tamam, ölümə belə keçid eləyir. Yəni deyirlər, ölərəm, görməkdən vaz keçmərəm. Ölərəm, bu dünyanın gözəlliklərini görməkdən vaz keçmərəm. Çox əcayibdir, çox əcayib kitabdır, çox. Nə çox belə, bilirsiniz nə demək istəyirəm? Bu bir hekayətdir. Yəni sən bu hekayəni belə birinci oxunuşda bir hekayətdir. Oğlan düşüb məsələn bir vadiyə, Ant dağlarında, Cənubi Amerikada. Ant dağında bir vadiyə düşüb. Belə aydın olur da. O vadidə başına hadisə gəlir, amma bu bir hekayətin bir bağıdır, bir tərəfidir. Yəni bu hekayət çoxlu belə, elə bir ki, necə deyim, paralel hekayətlərdir də, həyatın paralel belə çoxlu qatları sənə verilir, düzdür? Neçədən şey yapara bilər bu səni? Yəni təkcə bu Nunezin hekayəti deyil də, bu insanlığın mövcudluğunda yatan hekayətdir. Yəni o azad olmaq, o qayğısız olmaq, dünyanın gözəlliklərinin içinə dalmaq və orada rahat olmaq. Yəni o ölümlə sərhəd, çox da oxumuşum da, yəni ölümlə bir sərhəd var, ölümlə sərhəd. Yəni biraz o tərəfə keçsən əslində ölümlə üz-üzəsən, amma o azadlıq şeyində yaşayırsan da, o azadlıq çərçivəsində yaşayırsan. Yəni titrəyişli bir andır da o, necə belə o belə sənət, yaradıcılıq, gözəllikləri görmə, dünyanı hiss etmə o çərçivəsi var, orada. Yəni sən bütün o sənə zorakılıq göstərən, təzyiq edən, səni özündən uzaqlaşdıran, düşünmədən, hiss etmədən uzaqlaşdıran o hər şeydən necə belə sıyrılar səni. O məqamı verib də. O insanlığın mövcudiyyətində var. Yəni o bizdə var o. Məsələn, mən düşünürəm ki, biz buna bənzər şeyləri yaşayırıq həyatımız boyunca. Yəni təkcə bu Nunezin hekayəti deyil də bu və təkcə bircə görüntüdə olan hekayət deyil bu. Bizə məsələn vadidə Nunez başına bu hadisələr gəlir. Bu vadidəki təkcə məsələ deyil. Bu təkcə Nunezin məsələsi deyil də. Bu ümumilikdə
insan mövzuluğunun məsələsidir. Mən sizə atmosferi çatdıra bildimmi? Yox, tam çatdırmaram. Bu hissiyatla olan şeydir. Bunu hiss eləməlisən ki, o necə o halı var, qan tər içindədir. Əməliyyatdan boyun qaçırtdı, qızdan da qopdu. Qızdan da qopdu. Sevgisindən də qopdu ki, yox, mən dünyanı görmədən, bu gözəllikləri görmədən necə yaşayayım? Bu azadlıq duygusu olmadan da necə yaşayayım? Necə yaşaya bilərəm bütün bunlara baxmadan? Bu ışıltıları, bu rəngləri, bu atmosferi, bu nə bilim, yaşıllıqları, bu incə simmetriyaları görmədən, hiss etmədən necə yaşaya bilərəm? Azadlıq olmadan necə yaşaya bilərəm? İnsan olmadan, özümü insan kimi hiss etmədən necə yaşaya bilərəm? O məqamı çox gözəldir. O dağılır, bədəni cırılır, qantar içində, yara, bələ içində də artıq iradasını toplayıb vadini aşıb. Yəni ac qalacağam, öləcəyəm. Bunları unudub da cəhənnəmə ac qalam, cəhənnəmə öldürülüm, cəhənnəmə məhv olum. Yox, mən görmədən qala bilmərəm. Çıxır qağların üstündə uzanır, belə baxır səmaya. Dərindən nəfəs alır. Amma təbəssümlə də, huzur içərisində öyle uzanır, yatır. Bəlkə də öldür orada. Ölür mü? Bilmirik. Öldü mü, qaldı mı? Bilmirik. Amma o azadlığın qazanaraq, o köləlikdən qurtularaq ölüb gedir. Çox ədəbdir, çox ədəbdir. Çoğulur ölkəsi. Bəlkə hər kəs bunu fərqli cür amma oxuyub, şərh eləyə bilər dostlar. Belə dostlar, bəlkə çox danışdım, üzrlü bilərsiniz. Demişdim, az danışacağım. Gəlir də, o təsəvvürlərimi çatdırmazdım. Hər iki özündən müayid olun. İşləri zavanda olsun. Zaman belə ədəbiyyat dünyasında bəlkə biraz ümid edirəm, biraz əyləndik, biraz istirahatlıq elədik birlikdə. Bəlkə də mənə qədər zövq aldıq. Əgər bu oldusa, nə xoş mənəm. Hər gün özündən müayid olun dostlar. Bu dünyalardan çıxırıq.